bu bizi sevindirir ki, dediyim kimi, bizim bir çox ali təhsil müəssisələrimizdə kimlərsə həqiqətən də 10 məqalədən 100 məqaləyə, kimsə 100 məqalədən nə bilim, bir neçə 100 məqaləyə, hətta 1000 məqaləyə qalxan ali təhsil müəssisələrimiz var. Yəni əvvəl bu belə deyildi. Yəni gəlin baxsaq rəqəmlərə 3 il, 5 il qabaq belə, yəni bizim əsaslı şəkildə bir kəmiyyət inkişafımız var. Bu özü-özlüyündə keyfiyyət inkişafına da keçib. Biz düşünürəm ki, bizim ali təhsil müəssisələrindən beynəlxalq səviyyədə əməkdaşlıqlar artmaqdadır. Yəni bir çox hallarda bir çox ali təhsil müəssisələrimiz bunu uğurla edir. Bu yaxşı xəbərdir. Amma bu qatarın necə deyirlər, davamlı olması üçün, arxası gəlməsi üçün vacib məsələ təbii ki, bu gün də gördüyümüz gənclərin və gənc alimlərin, gənc doktorantların düzgün şəkildə formalaşdırılmasıdır. Və bunun üçün də təbii maddi resurslar olduqca vacibdir.